Bugün Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü keçirilib. Bu zirvə görüşü Türk dünyasının gələcək ortaq strateji hədəflərini və birgə fəaliyyət mexanizmlərini müəyyən edəcək. 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış tarixi Naxçıvan müqaviləsi ilə Türk dilli dövlətlərin əməkdaşlıq şurası rəsmi şəkildə təsis olunub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edildi və hazırda Türk Dövlətləri Təşkilatı kimi fəaliyyətini davam etdirir. Təşkilatın ideyası türk dilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Türk Dövlətləri Təşkilatının qurucu dövlətləri olub. Sonradan Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbul olunub. Macarıstan 2018-ci il, Türkmənistan 2021-ci il, Şimali Kipr Türk Respublikası isə 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatının müşahidəçi statusu verilib. Türk Dövlətləri Təşkilatı hazırda bir qurum olaraq çox yüksək templə inkişaf yolundadır. Təşkilatın gündəmində artıq strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat, logistika, eləcə də qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər yer alır. Eyni zamanda təşkilata üzv ölkələr arasında mədəni və humanitar sahələrdə də geniş fəaliyyətlər həyata keçirilir. Türk Dövlətləri Təşkilatının yaradılmasında qurucu dövlətlərdən biri olan Azərbaycanın bu təşkilat çərçivəsində həyata keçirdiyi mühüm fəaliyyətlər çox qısa zamanda ölkəmizi Türk Dövlətləri Təşkilatında aparıcı üzv roluna yüksəltmiş oldu. Ötən ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü keçirildi. Zirvə görüşündə Qarabağ bəyannaməsi qəbul edildi. Dövlət başçısı İlham Əliyev zirvədə Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməli, 21-ci əsr Türk dünyasının inkişafı əsri olmalıdır deyə bildirmişdi. Bu isə artıq təşkilatın Türk dövlətlərinin qarşısında ancaq regional deyil, qlobal miqyasda tarixi hədəflərini qoymuş oldu və beləliklə Türk Dövlətləri Təşkilatı qlobal miqyasda yeni hədəflərə doğru inkişaf yoluna qədəm qoydu. Bişkekdə 2024-cü ilin noyabr ayında Türk Dövlətləri Təşkilatının 11-ci zirvə görüşü keçirilib. 2025-ci ilin may ayında isə Budapeştdə təşkilatın qeyri-rəsmi zirvə görüşü baş tutub. Bu görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin inkişafında xüsusi rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə çıxış edib. O bildirib ki, bugün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Dünyanın üzləşdiyi hazırki geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi zirvə görüşü zamanı qəbul edilmiş Qarabağ bəyannaməsinə və bugünkü zirvə görüşünün regional sülh və təhlükəsizlik mövzusuna uyğun olaraq Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik, deyən dövlət başçısı həmçinin qeyd edib ki, Vaşinqton zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm orta dəhliz, həm də şimal-cənub dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40% bərpa olunan mənbələr hesabına təmin ediləcək. Tədbirdə sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib. O bildirib ki, Türk Dövlətləri Təşkilatının yaxın regionlarda baş verən müharibə və gərginliklərlə bağlı mövqe nümayiş etdirməsi önəmlidir. Müxtəlif təhlükəsizlik sınaqları ilə məşğul olduğumuz şəraitdə üçüncü tərəflərlə də dialoqun inkişafı mühümdür. Bu mənada TDT Plus formatı üçüncü tərəflərlə münasibətlərimizə yeni nəfəs gətirəcək. Daha sonra çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, Azərbaycan və Ermənistan arasında bəyannamə Cənubi Qafqazda iqtisadi artıma yol açacaq. Zirvə görüşündə çıxış edən Macarıstanın baş naziri Viktor Orban qeyd edib ki, Azərbaycan xalqını və Prezident İlham Əliyevi əmin etmək istəyirəm ki, biz təkcə dost deyilik,
həm də strateji tərəfdaşıq. Qırğızistan Vaşinqtonda Azərbaycan və Ermənistan arasında bəyannamənin imzalanmasını alqışlayır deyən Qırğızistan prezidenti Sadır Japarov çıxışında bildirib ki, bu addım siyasi iradənin nümayişi və regionda təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfədir. Vaşinqtonda Azərbaycanın Ermənistanla imzaladığı birgə bəyannamə Türk xalqlarının zəfəridir deyən Özbəkistan prezidenti Şavkat Mirziyoyev çıxışında qeyd edib ki, bəyannamə iqtisadiyyat, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanlarını ortaya qoyur. Türk Dövlətləri Təşkilatı daxilində əsas məqsəd bu qardaşlığı daha da gücləndirməkdir deyən Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqurul Berdiməhəmmədov çıxışında bildirib ki, hazırda dünya qarışıq bir dövrdən keçir və Türk dövlətlərinin bu proseslərə uyğun hərəkət etmələri önəmlidir. Azərbaycanın zəfəri ədalətin, böyük Türk dünyasının zəfəridir deyən Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar isə çıxışında qeyd edib ki, biz Azərbaycanın haqlı davasında hər zaman yanında olduq və olmağa da davam edəcəyik. Daha sonra zirvə görüşünün yekununa dair bəyannamə imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, biz bugün təkcə bir araya gəlmirik, ortaq gələcəyimizi formalaşdırırıq. Əminəm ki, bugünkü zirvə görüşü dostluğumuzu və əməkdaşlığımızı daha da gücləndirəcək. Bugün Füzulidə Türkmənistanın hədiyyəsi olan məscidin təməl qoyma mərasimi də keçirilir. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşünün iştirakçıları prosesdə onlayn iştirak ediblər. Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkmənistan xalqına təşəkkürünü çatdırır. Dualar oxunduqdan sonra dövlət başçılarının onlayn iştirakı ilə məscidin təməli qoyulur. Sonda qeyd etməyi vacib hesab edirik ki, Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü Türk dünyasının daha da inkişaf etməsi və güclənməsində mühüm rol oynayacaq. Mətanət Əliyeva, TV1.